Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq çimərlik futbolçularından ibarət Azərbaycan millisi hazırlıq prosesinin son etapını keçir. Yığmamız B qrupu çərçivəsində ilk olaraq İngiltərə, ardınca isə Slovakiya və Latviya kollektivləri ilə münasibətlərinə aydınlıq gətirəcək. Sahib Məmmədovun rəhbərlik etdiyi komanda qitə yarışında çempion olaraq A liqasına vəsiqə qazanmağı hədəfləyir. B liqasında mübarizənin qiyməti kifayət qədər böyükdür. Yarışda 8 komanda 2 qrupa bölünüb. Hər qrupda ilk 2 yeri tutan kollektivlər yarımfinala yüksələcəklər. Bu səbəbdən Batumidə hər xalın, hər qolun və hətta buraxılan hər epizodun turnir baxımından ayrıca çəkisi olacaq. Azərbaycan millisi bu yarışa sıradan iştirakçı kimi yollanmır. Komandamız ötən mövsüm B liqasında yarımfinala yüksəlib və bu dəfə daha yüksək nəticə üçün mübarizə aparmaq niyyətindədir. Püşqatmadan əvvəl millimizin birinci səbətdə yer alması da Azərbaycanın bu divizyonda iddialı komandalardan biri kimi qəbul edildiyini göstərir. Rəqiblərin kifayət qədər güclü olduğunu vurğulayan millimizin baş məşqçisi Sahib Məmmədov başlıca məqsədin yarımfinala yüksəlmək olduğunu söylüyor. İngiltərə millisinə indiyə qədər oynamışıq, həmişə qələbə qazanmışıq. Yəni bu o demək deyil ki, zəif, yəni bizim üçün rahat oyun olacaq. Çox təcrübəli bir komandadır və Slovakiya millisi indiyə qədər heç oynamamışıq. Onlar da yəni orta komanda deyim. Yəni bizim üçün də yenə deyirəm, çox heç də asan olmayacaq. Amma qrupun ən yaxşı komandası mənə görə Latviyadır. Latviya A liqasından B liqasına keçən il düşüb və mənə elə gəlir ki, ən belə çətin oyunumuz Latviya millisinə qarşı olacaq. Amma belə opşi baxsaq, yəni biz kağız üzərində ən güclü komandayıq və kağız üzərində həmişə kömək eləmir. Amma mənə elə gəlir ki, qrup mərhələsindən çıxıb yarımfinala vəsiqə qazanacağıq inşallah. Seçməmizin üzvü İsa Zeynallı qarşıdakı oyunlara ciddi hazırlaşdıqlarını deyib. Hazırlığımız yüksək səviyyədə gedir. Hər məşqi ciddi hazırlaşırıq. Çünki bu Avropa çempionatı bizim üçün çox önəmlidir. Yüksək nəticə qazanmaq istəyirik, çempion olmaq istəyirik. Bunun üçün də əlimizdən gələni eləyirik və inşallah vətənə çempion kimi qayıtmaq istəyirik. Qeyd edək ki, B liqasının A qrupunda Gürcüstan, Rumıniya, Malta və Norveç yığmaları çıxış edəcəklər. Qrup mərhələsindən sonra A və B qruplarında yarımfinal mərhələsinə yüksələn komandalar A liqasında iştirak hüququ əldə edəcəklər.